Koreyski salat almışam bacı. Beynime bir vermişti şu bu. Nərmanov da ürəyim. Şu Aycan. Bu salatın tərkibi içine kök. Kök bir de sos. Kök salat ha aşkım. Koreyski salat var ya o da. Çok sağ ol Ramal. Teşekkür ederim. Canımsız. Həcə xoş gəlmisən ay Həcə. Allah kömək olsun bacı. Allah qapısını açsın. Amin inşallah. Özün eləmişsən. Yox aşkım almışam. Tek kalırsız yox. Uşaqlarım bir de kardeşim mən. Marketten. Ayrım zaten kökü almışam. Soğuzu Atdel'in satılır da. Soğuzun şeydi başka marketten almışam. Sulu soğuz olur da bunun. Ha acıdı ama dadlı da. Ama acıdı kızlar. Yani bildiğiniz acıdı. Ama dadlıdır. Bir şeyler de yaxşıdır. Çok sağ olun kızlar. Allah razı olsun. Amin inşallah. Ben Walmart'tan almışam. Evi satabildim. Evi saxlamışam. Yerazlar acılı sevir. Doğrudan deyirsən, bilmem, mən acı sevənəm, acını çox sevirəm. Gürcistan'da da var. Canımsız. Necəsiz kızlar? Ay. Bak burada fake sayfa var. Fake sayfa. Bildiğiniz fake sayfada 00'da. Gelip göme şeylerden yazıp ki şeydir. Maman necədir? Gömə söz atır. Allah bildiği kimi eləsin sizi. Atmayın. Oyun mən oynamıram. Mən heç kimlə PK eləmirəm. Xahiş edirəm sizdən artıq dərəcədə. Mənə PK atmayın. Mən nə hədiyyə istəyirəm, nə PK oynayıram. Yəni boş-boş mənə PK atmayın. Qurban olaram sizə. Bir dənə mənə dəstək olmaq istəyirsinizsə ekrana tıklayın. Bir də mənə takip atın. Всё. Mən sizdən bunu istəyirəm. İsmayıllıda qohumlarınız var bilirsiniz. Mən qohum istəmirəm. Allah qohumlarımın canını sağ eləsin öz evində. İşıqları yansın, itləri hürsün, canları sağlam olsun, ömürlər
olsun, ömürləri uzun olsun. Sağ olsun. İstəmirəm də, qohum istəmirəm ay bacı. Mənə qohum lazım deyil. Mənim nə ana tərəfdən qohum lazımdır, nə də ata tərəfdən qohum lazımdır. Mən qohum istəmirəm, sevmirəm. Allah canlarını sağ eləsin öz evlərində. Allah ruzularını yetirsin öz evlərində. Qohum istəmirəm mən. Təkliyi sevirəm. Necəsən Həcə? Az yaxşı. Sən bilirsən də niyə istəmirəm ay Həcə? Niyə sevim? Az istəmirəm də bacı. Allah canını sağ eləsin öləm qohumlardan. Bilirəm, sən qohumları çox sevirsən ay Həcə. Hə. Balonka almaq istəyirsinizsə gəlin Günel ticarətə. İndi qohum. Düz qoyublar. WhatsApp-a yazın siz. Vüsü də az deyil. Yox, yəni ki, mən istəmirəm də ay bacı. Neyinirəm mən? Mən istəmirəm, qurban olum. Elə bir zamanada yaşayırıq ki, heç qardaş bacıya, bacı qardaşa yaxın deyil. Qaldı qohum. Yəni qurban olaram sənə, başıva dönərəm sizin. Allah canı, mən nə deyirəm ki, mən deyirəm Allah canını sağ eləsin, ömürlərini uzun eləsin, ciblərin dolu eləsin, məndən də uzaq eləsin. Yox, azdır. Nə olub ay gülüm, yaralısan deyəsən qohumlarından. Ürəyim partladı dedi. Az bu kök salatı ay bacı. Marketdən almışam, kök salatıdır. Sozunu almışam marketdən. Çox qəşəngdir, amma çox acıdır da qızlar. Qohumlar arası. Ya dəhşət acıdır da, yəni təsəvvür edin ki, burnum axır yeyəndə. O dərəcədə acıdır. Ya özün soğuz olmur. WhatsApp nömrəsi səhvdir. Ay bacı səhv deyil. Düz yazın olacaq. Mundar yeyirsən. Xoşuma gəlmir blok elə. Məcburdur izləyirsən. Var ya, uşaqlarım var. Qurban olaram. Kimin xoşuna gəlmirəmsə mənə blok eləsin. Başınıza dönərəm sizin. Allah canınızı sağ eləsin. Bəyənmirsinizsə mənə blok eləyin. Həcim Kosmetik Luku Rövşana xanım çox sağ ol ürək. Abi sən verənə şükür, çox sağ ol həyatım. Soza baxaq. Bilsiz necə arıqlamışam qızlar. Söz budur. Bilsə necə arıqlamışam. Bilən baxın. Yəni
Bu günlərim saç qaynağına gedəndə qızlar dedi ki, Vüsalə konkret yoxa çıxmısan da, yəni yoxsan. Allah haqqı. Talışlara çoxlu salamlar. Bunun üstüne biraz qatıq yiyeyim, çox ac oldu. Çox ac oldu. Çox ac oldu. Bir de görsən. Allah köməyin olsun ay ürəyim. Allah köməyin olsun. Bir haycan. Yediğim kök salatıydı aşkım. Övladlarınız sizinle qalmır. Bacı, sizin övladlarınız harda qalır, qurban olum. Qonşuda qalır, başınıza dönərəmizsin. Ya biz Azərbaycanda yaşayırıq, başıma dönüm. Moskvada, Türkiyədə, xarici ölkədə yaşamırıq ki, övladımızın 17 yaşı olan kimi çölə ataq. Bakı deyib, bura Azərbaycandır. Ölənə qədər yapışırıq uşaqlardan, əl çəkmirik. Onlar bizi üçün heç vaxt böyümürlər. Allah qapısını açsın. Düzdür, follada. Allah qapısını açsın bacı. Allah kömək olsun. Az qatıq yiyirəm də, nə yiyirəm ki? Yazıb yoldaşımla az. Mənim yoldaşım var bacı. Uşaqlar nə bişirmirsən? Qiymi ilə kartof. Salam. Çox sağ olun, teşekkür edirəm. Bir dənə olur, ekranları tıklayın. Kızlar, niye ekranı tıklamırsınız kızlar? Ne olur bir dənə ekranı tıklayın da, xahiş edirəm sizdən. Çox xahiş edirəm. Can, bu kimdirsə məni izləyəndə deyir ki, Vüsü, rəhmətli mama sağ olsaydı deyəcəkdi ki, nə qədər salfetka işlətdin, hə? Düz deyir. O deyəcəkdi, hə? Deyəcəkdi nə qədər salfetka işlətdin. Aleyküm salam. Günka niye blok elədin ay Günka? Yazıb ki, ərim məni sevirdi də. Sevsin də qurban olaram. Sevgi azaddır. Ürəyi kim istəyir onu da sevir. Nə deyim ay bacı? Sevgi azaddır. Vüsü, Aycan. Boş ver. Düzdən həmişə səsi gəlirdi bu vaxtlar. Salam ürəyim, salam, necəsiz? Necə arıqladım Vüsü? Mən aşkım, mən zehin və bədənlə arıqladım. Sonra da biraz stresə düşdüm, biraz da elə arıqladım. Amma zehin və bədənlə arıqladım mən. 7 kilo yarım zehin və bədənlə arıqladım.
Salam, aleyküm salam. Mən anamdan sonra depressiyaya düşdüm. Niyə? Çox sağ ol Vüsal. Biri yazıb ki, görməmişsən. Hə, görməmişəm ki, aşkım, qatıq. İnanırsan birinci dəfədir gördüm. Birinci fikirləşdim ki, görəsən bu balonun içindəki nə ola bilər. Sonra da şuurum olduğu üçün dedim qoy bunun dadına baxım görüm nə dadır. Yedim, baxdım, gördüm ki, hə. Dedim ayda qatıq imiş bu. Görməmişəm. İnanırsan birinci dəfədir görürəm. Amma çox dadlı bir şeydir. Dilə xeyri var. Prosto mən qatıq yeyəndə qarnım qurulduyur. Niyə elədi bilmirəm bacı. Sizcə niyə elədi? Salam həyatım. Can. Vüsü, Aycan, soğuzu görsət də. Köp verir. Hə, mən qatıq yeyəndə qızlar, ümumiyyətlə ağartı yeyəndə qarnım qurulduyur. Bilmirəm niyə. Mən gülmək üçün gələm bura. Yaxşı eləyirsən Rüqaya xanım, gəl. Salam xanım, Elçinzodan yaxşıdır ya. Elçinzodandır mənim həkimim, çox razıyam ondan. Dodaqların geli qəribə görünür. Niyə elə bilmirəm ay ürəyim, ola bilər. Sonra evini satmadın, yox. Köp olmur. Düz tök köp olmasın. Duz tökəndə köp olmur. Hə, onu bilmirdim. Hardan almışsınız? Grand Marketdən. Laktozdur. Laktoz nədir bacı? Allah kömək olsun, Allah qapısını açsın. Burnum əməliyyat deyil, qızlar. Bunlar neçənci dəfədə soruşursunuz, mənim burnum əməliyyat deyil. Bax, bədən şəkilləndirmə əməliyyatı olmuşam, qaş qaldırma əməliyyatı olmuşam, badəmgöz əməliyyatı olmuşam, sifətimdə hansısa prosedurlar, yəni kosmetoloji prosedurlar olunub, qaş əkmə 2 dəfə elətdirmişəm, amma mənim burnum özümündür. Burnum əməliyyat olsa, deyərəm burnumu da əməliyyat elədim. Yəni, siz məni nə Bakıdan qovacaqsınız, nə də mən olacam. Bu dəqiqə hər kəs kosmetoloji prosedurlar, plastik əməliyyatlar eləyir. Mən də qızlar burnum özümündür. Qurban olaram sizə, başınıza dönərəm sizə. Canımsız, ürəyimsiz. Daha nə qaldı? Daha da ki indi inşallah Allah qoysa, Allah Taala mənə qocalıq nəsib eləsə, üzüm düşsə gedib üzgərmə əməliyyat eləyəcəm. Nə xoşuma gəlmədi, oramı əməliyyat elətdirəcəm bacı. Yəni mən qonum qonşu üçün yaşamıram, özüm üçün yaşayıram. Güzgünün qabağına keçəndə özümdən zövq alıramsa, deməli mən yaşayıram deməkdir. İndi hansısa prosedur qalıbsa da gedib onu elətdirəcəm. Hələ ki məmnunam özümdən. Nə vaxt məmnuniyyətsizlik hissi özümdə hiss eləsəm, bacı qurban olsun, gedib təzdən elətdirəm. Sinək içitməm qalıb, doğrudan heç yadıma düşmür. Sinək içitməyə də gedəcəm, inşallah. İnşallah bacı qurban. Zodan superdir. Ləhcəniz gözəldir. İsmailli ləhcəsi day bacı. Bacı, mən səni görən kimi acıyıram. Can, Allah köməyin olsun ürəyim. Dırnaq 2 ildir, 2-3 ildir. 3 ildir dırnaq eləmirəm bacı. Var olun, siz var olasınız ürəyim. Sinək içitmə inşallah eləyəcəm. Bu qədər əməliyyatdan qorxmursunuz ki, yox. Öləndə də gözəllik stolunda ölüm, bacı qurban. Xəstəlikdən əziyyət çəkim ölməyim. Qoy desinlər ki, gözəllik yoğuna fəda elədi özün. Yəni, bədən şəkilləndirmə əməliyyatı özüm istəyərək girmişəm. Qaş qaldırmıdığına özüm istəyərək girmişəm. Yəni ki, mənə xoşdur, bacı qurban olsun sizə.
Ruzu üçün nə idi? Ruzu üçün işləmək lazımdır bacı qurban. İşə getmək lazımdır, işləmək lazımdır. Məsələn, mən gedirəm, işləyirəm. Çünki mənə pul lazımdır. Başa düşdünüz, gözəl bacılarım. Heç nə eləmək lazım deyil. Ruzu üçün ancaq işləmək lazımdır. İşləmək. Arıqlamaq üçün nə edim bacı? Arıqlamaq üçün heç nə bacı qurban olsun. Mən zehin və bədəndən arıqlamışam. Qoşuldum, arıqladım 7 kilo yarım. Bir də mənim dayım qızı qoşulub 81 kilo 100-dən düşüb 73 kiloya. Səhv eləmirəmsə 21 gündür əməliyyatda, 21 gündür qoşulub. 21 günə o qədər kilo arıqlayıb. İndi inşallah siz də qoşularsınız. Saçımı hələ sökməmişəm, yox. Allah qoysa 5-ci gün saçımı sökəcəm. İnşallah 5-ci gün. 5-ci gün saçımı sökəcəm, qızlar tünd rəng elətdirəcəm saçımı. Bir də düz elətdirəcəm. Düz və tünd. Siz neçə kilosuz? 53 kiloyam aşkım. Qızlar, bir dənə söz deyim sizə. Çox qəribə bir şey olub. Bilsiz nə olub? Deməli, qızlar, maşına otururam. Qol altı var, qol altı. Nə deyirlər belə? Bu da qol altı demirlər ona. Nə deyirlər? Qolvu qoyursan maşının burasına. Qapaq öz-özünə açıldı. Allah! Qapaq öz-özünə açıldı. Mağazaya girdim. Pesox rəfdən düşdü öz-özünə. Otaqda şkafın qapısı öz-özünə açılır. Allah haqqı, 2 gündür belə şeylər olur bacı. 2 gündür. Çox ciddiyəm, and ola Allaha zarafat eləmirəm Quran haqqı. Bilmirəm bacı, otaqda şkafın qapısı bir də görsən, bu açıldı öz-özünə. And ola Allaha düz deyirəm, Quranın adından da olsun. Şkafın qapısı öz-özünə açıldı. And ola Allaha deyirəm ha sizə, Quran haqqı qızlar. Bu günlərimdə maşındaydım, yadıma düşdü, tüylərimiz biz oldu. Öz-özünə qapaq açıldı bacı. Bu tərəfdə dayanmışam, heç qapağa əl vurmuram, maşının qol altısının qapağı açıldı. Sən özün şeytansan da. Bacı, qoxda, gəlib apararam səni birdən. Çox üstümə gəlmə. Gəlib aparacam səni. Mən ciddi söhbət eləyirəm burada. Bu da mənə dediyi sözə bax. Ayət gözünü oxu. Ətmürbəşdir, neysə qızlar, bir də ki şkafın qapısı açılır, bu günlərin başıma bir də bacı Quranın adına and olsun, mağazaya girdim, mağazada pesox düşdü, mən keçəndən sonra pesox yerə düşdü. Biri yazıb ki, Can mamanın ruhudur, Allah rəhmət eləsin, 40'ına kimi olacaq, bizdə də elə şeylər yarandı, molla dedi. Doğrudan deyirsən? De Allah haqqı bacı, ay Allah. Yəqin mənə qorumağa gəlib, Allah haqqı, yəqin nigaran gedib məndən ona görə. Nə bilim. Çox sağ ol İskəndər. Yasin oxuduram aşkım. İndi yenə gedəcəm də qəbr üstünə gedəcəm. Başdaşını qoyacaqlar inşallah tez bir zamanda. Ayın 6'sına qədər başdaşını qoydururam. İnşallah qoyacaqlar. Elnur çox sağ ol. Əziyyət çəkmini atmayın. Quran da oxutduram. 40 günə Quranı da tapşıracaqlar. Quran da oxutduram aşkım.
ruhu da səni qoruyur. Hə. Ay Allah, ona qurban olaram ay qız. Hə. Özdə mənə necə çox istəyirdi anam. Necə çox istəyirdi ay qız. Ölür deyə məndən ötürü. İnsan necə övladı dəyişib də, yəni sevgisi tamam başqa cür idi. Hər ana övladını istəyir, amma mənim anam mənə tamam başqa cür istəyirdi. Kaş ki. Çox kişi kimi qadını çox. Tanıyanlar bilir də, yəni onu deməyə ehtiyac yoxdur. Deyir biz özünü görmüşük. Damaşniklə evdə gəzirdi. Molla dedi qorxmayın 40-ına kimi keçəcək. Ayda, ay qız mən dəli olaram. Mən zəifəm elə şeylərdə. Dəli olaram. Ay qız mən yaxşı ki elə şeylər görmürəm. Qorxaram mən bacı. Uşaqlar da eşitməsin. Uşaqlar birdən qorxar bacı evdə. Qaşımı Xəlil doktor. Keçib gedəcəksən. Allah rəhmət eləsin. Sağ ol ürəyim. Qızlar, mən artıq bir neçə aydır ki, falçaya getmirəm. Burada baxıcıya gedirsən yazıblar. Mən artıq bir neçə aylardır ki, falçaya getmirəm. Falça teması mənim üçün bağlanıb. Amin inşallah. Tek qoymadı sənə, qoymadı. Amma o qədər çox istəyirdi ki. Lap çox. Şəkillərə baxıram qızlar. Allahımıza and olsun. Elə biləm ki, ölməyib. Necə şəkillərdə gözəl baxır. Ay qız, necə gözəl baxır. Nə bilim. Bir dənə onu deyirəm ki, kaş ki mənə kimi qorda olmayın qızlar. Yaxşı şey deyil. Külü qoyun mənim xəsiyyətimin başına. Heç yaxşı şey deyil. Qorda olmaq yaxşı. İçinizdən sənə qurban olum, başıva dönüm, ölüm ayağının altında demək gəlirsə deyin. İçinizdən anavızı öpmək gəlirsə öpün. Vallahi. Qorda olmayın. Qorduluq yaxşı şey deyil bacı. Yaxşı şey deyil. Heç yaxşı. Ay bacı, nəyini adresini soruşsan bilmirəm. Yadımda qalmayıb adres. Yadımda qalmayıb. Elə adım bilirəm ki, doktor Xəlil. Qaş doktor Xəlil. Klinikanın adını bilmirəm. Xəsiyyətdən də sizlik deyil. Çox pis xəsiyyətim var mənim. Çox pis. Bax, məsəl üçün kimisə çox istəyirəm, onu öpə çox istəyirəm, onu öpmək istəyirəm. Öpə bilmirəm. Mən də atamı öpmürəm. Cavan oğlandır, qoçlar belədir. Yox, paltarları hələ evdədir. Mənim yadıma gəlmə öpür. Yox, mən öpürdüm anamı. Anamı öpürdüm öpbəyinə. Amma yəni ki, indi qayıtsa daha çox öpərəm onu. Yəni, məsəl üçün, elə olurdu ki, gündə 2 dəfə, 3 dəfə öpürdüm. Gündə 2 dəfə, 3 dəfə. Elə olurdu da ki, heç öpürdüm. O gəlib məni öpürdü. Amma indi olsa, mən onu hər dəqiqə öpərəm. İnsan nə isə itirəndən sonra onun qədrini daha çox bilir. 40'ına qədər çıxardacam,
Hər şey vaxtında gözəldir. Allah qapısını açsın bacı. Mama məndən qalırdı. 2010-cu ildən məndən qalırdı. Amin inşallah. 40 ayın 12'si çıxır. Hə, rəhmətə gedib. Çox sağ ol Ürəyim, Allah razı olsun səndən. Çox sağ ol Fatihə verən xanım. Çox sağ ol, Allah razı olsun. Qardaşın həmişə səninlə qalacaq. Evlənənə qədər mənlə qalacaq. Zaten mənim o qardaşımı mən böyütmüşəm uşaqlıqdan. O mənim canımdır. Həcə çox sağ ol, Həcə, əziyyət çəkmə. Qurban olum bağışda, gündüz səni, sizi incitdim. Sözümdən sonra peşman oldum. Ay Ürəyim, mənim yadımdan çıxıb. Mənim yadımdan çıxıb Ürəyim, nə edirsən? Mənim yadımdan çıxıb nə edirsən Ürəyim? Elə də ağlayırsan ki, yetim kimi. Elə bir doğrudan yetimsən. Hə, özü qoyma artistliyə. Sabina xanım, öpürəm sizi. Seni incitmək olmaz can. Allah rəhmət etsin, çox sağ ol Ürəyim. Allah razı olsun. Ay bacı, Allah haqqı burnum əməliyyat deyil ay bacı. Hüsaylə xanım, ay can. Çox sağ ol Ürəyim. Allah razı olsun. Bilmirəm ay Ürəyim, dillər çıxartmaq lazımdır 40'ına qədər. Deməli, keçən il noyabrın 20'si, əgər ki, mənə buradan çoxdan da izləyənlər varsa, yəqin ki, yadınıza düşər. Video çəkib böyük səhifəmdə paylaşmışdım. Lap böyük səhifəm bilirsiniz də mənim vuruldu. Onda mənim qapıma gətirib şey qoymuşdular, ağac qoymuşdular. Yadınızdadır, şam ağacı. Torpaqlı, içində şeylər var idi. Nəylərsə Quran ayələri zadı var idi. Yadınızdadır da yəqin ki. Mən onu apardım, mən onu soruşdum falçıdan. Falçı dedi ki, o şeydir. Rus cadusudur. Yadınızdadır da, bax görürsünüz, hamının yadındadır. Rus cadusudur, ölüm üçün olunub, qəbirstanlıqdan gəlib o. Ölüm üçün olub. Keçən il noyabrın 20'si qızlar. Mən onu batil eləməyinə elədim, amma o batil olmadı qızlar. O batil olmadı. Nə qədər burada axtardım, heç bir kamera, ondan sonra kamera qoydum da, mən evimə zadıma kamera qoymuşam. Mən axtardım, tapmadım. Mənim bir gecədə 5 dənə sağlam pişiyim öldü. Bir gecədə 5 sağlam pişiyim öldü. Təsəvvür edin. Ondan sonra maşınla adam vurdum. Ondan sonra 3 dəfə maşınımı vurdum. Ondan sonra başıma gəlməyən iş qalmadı da, yəni konkret çöktüm də, bildiyiniz çöktüm. Mən belə durub sizin qabağınızda ağlayıb, ay da mən çökmüşəm, mənim nə qədər borcum var, ay Allah, bilirsiniz mən necə əziyyət çəkirəm. Ola bilər dil ucu nəyisə olanda deyəm. Amma durub burada mən sizə niyə deyim ki, ay bacı, belə pis çıxmasın. Hərənin dərdi özünə, bu dəqiqə hamının dərdi var, dərdsiz insan yoxdur. Qızlar, bir gecədə mənim 5 dənə sağlam pişiyim öldü. Bir gecədə.
İnanırsınız bir gecədə 5 dənə sağlam pişiyim öldü mənim. Ondan sonra mama xəstələndi, mama müalicə aldı. Ondan sonra bilirsiniz ki, özümün problemi var. Özüm Türkiyəyə getdim, özüm burada müalicə aldım. Dəfələrlə müalicə alıram, hələ də alıram müalicə. Ondan sonra mamam xəstələndi. Sonra bir dənə başıma yayda bir dənə iş gəldi. Dəyər verdiyim bir insan tərəfindən sınaq olundum. Yəni mənə olunmuş bir şey, mənə olunmuş